Hə, köynələr. İndi bu dəqiqə mən gəldim, çıxdım. Lap sizə deyim ki, üç bucaq xatirəsinə, ya da xatirələrin üç bucağına. Təsəvvür edin, bu da mən indi durduğum yerdə, burada üç yer var. Üç yer var, hansı ki, tək mənim yox, mən bilirəm ki, çox Bakılıların, yəni köynələrin yadındadır. Bax, bir mənim arxamda olan bu gördüyünüz bu dəqiqə xasardır orada, amma haçansa orada restoran Novbahar olub. Yəni özünüz bilirsiniz də, o zamanlar Bakıda nə restoranlar var idi ki? 3-4 dənə restoran var idi. Və ən xod gedənlərdən də biri buraydı ya, Novbahar. O vaxtki Çexavşiklər, yəni bilirsiniz də, Bakıda bir təbəqə olub, bunların adı Çexavşik olub. Mən o barədə inşallah bir, yəni ətraflı bir video çəkəcəyəm, amma hələ ki gəlin ələm o ilə kifayətlənək də, yəni o tamam bir başqa mövzudur. Restoran Novbahar. Kimin nə xatirəsi var bu restoranla bağlı, buyurun şəhərlərdə yazın. Sonra da ki, keçirik bu restoranla, Novbaharla üzbəüz olan, bax, indi nədir buranın adı, heç bilmirəm nədir. Deyəsən adlı da yoxdur. Amma ki, məndən də xahiş eləmişdilər ki, bu barədə mən video çəkim və bir-iki kəlmə söz deyim. Bura Piraşkovi. Bəli, köhnə Bakılılar. Həmən o köhnə Piraşkovi. Bizlər o vaxtı məktəbdə oxuyurdum mən, 94-cü il, 94-dən də sonra hələ məktəbi təzə bitirəndən sonra tələbə illərimizdə hər dəfə gələrdim bana həmən bu Piraşkoviyə. Bu Piraşkovi, biz nə deyim sizə? Belə deyim sizə, nə Piraşkovi kimi Piraşkovi idi, nə də bir bar kimi bar idi də. Yəni, doğru dildə desək, günorta işləyən bar. Və o vaxtın, yəni indi, elə deyək də, Şubutnun uşaqları gəldilər burada, vaxt keçirdirdilər. Yəni, yaxşı mənada avaralarda, belə deyək. Yəni ki, sözsüz ki, ev uşaqlarının, papağın, mamanın, gül babalarının belə yerlərdə heç bir yerləri yox idi. Buranın məşhur öz personajları var idi, buranın koloritinə uyğun. Yəni ki, bu zonanın məşhur avaraları, hansı ki, hələ pastayan da burada idilər. Məsələn, biri var idi, Van Damcik. Yəni, Van Dam, Jean-Claude Van Dam'ın o vaxtı, populyar vaxtında. Bu da bir balıcı ona oxşayırdı, onun kimi şpaqatsa deyirdi. İndi özünü də ona oxşadırdı. Yəni, Natik var idi, bu da onun yanında pastayan da fırlanırdı belə. Kiçik boylu bir qardaş idi. Yəni şəhər uşaqları idi, hamısı gəldilər burada vaxtlarını keçirdirdilər. Bir də elə bir dal Piraşkovunun yanında da hardasa da buralarda köhnə bir dənə dəlleyxana var idi. Yəni parikmaxerski. Orada da ki mənim yadımdadır, bilirsiniz də bizlərdə necədir də, yəni bizdə köhnələrdə, yəni bir dəfə atamız götürür bizi hansısa dəlleyin yanına, götürür, qoyur, yerləşdirir. O dəllək adamın başını düzəldəndən sonra da ta o dəllək ölənə kimi biz onun yanına geyirik. Mən də o vaxtı, hələ ilk dəfə burada Tofiq dayının yanına mənə götürmüşdü atam. Allah ona rəhmət eləsin, keçmişdə idmançı olub, ağır atletika üzrə hətta çempion olub, müəllim olub. Sonra isə nəsə sənətini fırladıb olub dəllək. İndi ölüb bildiyimə görə. Tofiq öləndən sonra da mən başladım burada. Başqa bir dəlliyi var idi. İmdad. İmdadın yanı. Hərdən İmdadı görürəm, hələ şəhərdə gezir. Sonra İmdadın yanına getdim bir müddət. Yəni, var belə. Bu qədər. Yəni, bax, bu zonadan olan, mən dediyim kimi, üç bucaq xatirələr bunlar idi.